Salam dostlar, hər vaxtınız xeyir olsun. Bu gün sizə Android telefonlarınızda, Android televizorlarınızda, istənilən növ Android cihazlarda IPTV proqramının quraşdırılması və IPTV üçün linkləri təqdim edəcəm. Biz ilk olaraq proqramı yükləməklə başlayırıq. Proqramı yükləmək üçün sizə verəcəyim linkdən istifadə edirik. Həmçinin Play Store-da da bu proqramı tapmaq olar. Proqramın adı Televizodur. Televizo. Yükləyib quraşdırmaq olar. Amma sizə verəcəyim linkdə proqramın tam pullu versiyasıdır. Professional şəkildə istifadə edə bilərsiniz. Biz linki kopyalayırıq. Linki kopyaladıqdan sonra brauzerimizdə linki yapışdırırıq və proqramı yükləyirik. Proqram 9 MB-lıq bir proqramdır. Proqramı yükləyəndən sonra telefonda quraşdırırıq. Proqramımız quraşdırıldı, hazırdır və proqramı açırıq. Proqramı açdıqdan sonra bizə belə bir bildiriş çıxa bilər. Tamam deyib keçirik. İndi isə ikinci mərhələdə proqramı quraşdırdıqdan sonra linkləri əlavə etmək lazımdır. Linklər də mən videonun altında və şərh bölməsində yerləşdirəcəm. Oradan linkləri kopyalayaraq və yaxud da hərf-bə-hərf yazaraq yerləşdirə bilərsiniz. Bunun üçün Create Playlist düyməsinə basırıq. Bizim qarşımıza belə bir xəbərdarlıq çıxır. Keçirik New M3U Playlist. Sizə verəcəyim linki məndə hazır olduğu üçün kopyalayıb orada yerləşdirirəm. Playlist name hissəsində istənilən bir şey yaza bilərik. Link to the playlist hissəsində isə mənim sizə verdiyim linki kopyalayıb yapışdırırıq və əlavə heç bir dəyişiklik etmədən yuxarı sağ küncdəki quş işarəsinə basırıq. Gələn xəbərdarlıqların hamısını save eləyib OK deyəndən sonra artıq proqramımızda IPTV kanalları və IPTV linkinin içinə, playlistin içinə daxil olan digər şeylər görüntülənir. Biz əlimizdə olan digər linklərin də proqrama yerləşdirilməsini indi sizə göstərəcəm. Bunun üçün əlimizdə olan linki kopyalayıb proqrama yenidən daxil olmalıyıq. Linki kopyaladıqdan sonra proqrama daxil oluruq. Proqram açıldıqda qarşımıza belə bir səhifə çıxır. Proqramın yuxarı küncündə, sağ küncündə daha doğrusu Nastroyka, ayarlar, settings işarəsinə toxunub playlist və yuxarı sağ küncdəki plus işarəsinə basdıqdan sonra yenidən New M3U playlisti playlist name'ində istədiyimiz bir ad yazırıq. Mən məsələn Azərbaycan yazıram. Playlist linkində isə kopyaladığımız linki buraya yapışdırırıq və yenidən yuxarı sağ küncdəki quş işarəsinə basırıq. Artıq gördüyümüz kimi Azərbaycan kanallarının playlisti proqramımıza əlavə olundu. Qaydırıq baxmaqdan ötürü. Yuxarıdan keçirik Azərbaycan kanallarına. Burada gördüyünüz kimi Azərbaycan kanalları, AzTV, məsələn, normal şəkildə hal-hazırda film gedir. CBC Sport. Yəni bir çoxu proqramlar, kanallar işlək vəziyyətdədir. Həmçinin burada sport kanalları var ki, rus dilində, türk dilində, Setanta Sport, TV Sport buradan izləyə bilərsiniz. Türk kanalları eyni qaydada Türkiyənin daha doğrusu TRT və digər demək olar ki, bütün kanalları burada mövcuddur. Sadəcə göstərmək üçün sizə girirəm bir-bir. Spor kanallarının siyahısı burada var. Mən İngiltərə Premyer Liqasının, İspaniya La Liqasının oyunlarının bir çoxunu
buradan izləyirəm. Həmçinin Android televizoruma da quraşdırmışam, proqramı yükləmişəm. Bunun vasitəsilə izləmək çox rahatdır. Əlavə olaraq onu da qeyd eləmək lazımdır ki, özümüz internet üzərindən axtarış eləyib yeni playlistlər, istədiyimiz playlistləri tapıb proqramda əlavə eləyərək istədiyimiz kanalları, istədiyimiz filmləri izləyə bilərik. Bunun üçün sadəcə internetdə düzgün axtarış eləmək, doğru axtarış eləmək lazımdır. Məndən bu günlük bu qədər. Diqqətiniz üçün təşəkkür edirəm. Ümid edirəm ki, sizlər üçün faydalı bir material hazırlaya bildim. Təşəkkürlər.